56-57 nömrəli suallara baxırıq. Deməli, belə bir diaqram verilibdir. Gəlin şərti oxuyaq. 2024-cü ildə bəzi ölkələrin ümumi dövlət borcunu ÜDB, ümumi daxili məhsula nisbətdə, ÜDM-yə nisbətdə faizlə göstərən hamar ağac diaqramından istifadə edərək tapşırıqları yerinə yetirin. Burada bir şey yoxdur da. Deyir ki, diaqram vermişik, baxın diaqrama. Və diaqramda nə edir? ÜDB ilə deyir ÜDM-ni, yəni borcla belə deyək də, biri borcdur, biri isə məhsuldur. Yəni ölkəyə gələn gəlir. Deməli, ümumi daxili məhsul. Bütün o hamısı bir yerdə. Ümumi daxili məhsul. Onları bölür bir-birinə. Yəni bunu sadə dildə desə, yəni biri borcdur, biri də ki ümumi puldur. Deməli, ölkə kimi yox, əgər insan kimi götürsək. Borcu bölür pula. Borcu bölür pula, ümumi pula, gəlirə. Və neynir? Onları faizə çevirir. Baxaq bir dənə nisbətdə, yəni böldün birincini ikinciyə. Faizlə göstərən. Faizlə göstərmək üçün neynir? 100-ə vururuq da. Elə bir diaqram verilibdir bizə. Yəni bölüblər borcu pula, çeviriblər faizə. Məsələn, burada indi bir çox ölkələr verilibdir. Amma mən baxacağam ki, görəcəm mən bunların hamısına baxmalı deyilmişəm. Yəni suala baxmaq lazımdır birinci, sonra suala uyğun getməliyik. Burada çox-çoxlu ölkə veribdir. Çünki məntiq suallarında belə bir şeylər olur. Yəni əlavə məlumatlar verir bizə, çoxlu məlumatlar verir. Biz onun içindən bizə lazım olan götürüb birbaşa cavabı tapmalıyıq. Yəni vaxt itirməməliyik. Sual budur ki, Qətərin deyir ümumi daxili məhsul Yunanistanın ümumi daxili məhsulundan 2 dəfə çox azdır. Ümumi daxili borcu isə ÜDB-nin Azərbaycanın ÜDB-sindən 5.5 dəfə çox. Yunanistanın ÜDM-sinin Azərbaycanın ÜDM-sindən 3 dəfə çox olduğunu bilərək 2 dənə də sual verib, deyir tapın. Deyir Qətərin ümumi daxili borcunu onun ümumi daxili məhsuluna nisbətinin neçə faiz olduğunu tapın. Heç o bir suala keçmirəm. Baxırıq ki, burada cümlələr qəliz-qəlizdir, amma ki, çox asan şəkildə yanaşmaq olur. Çünki faiz sualları üçün biz 100 ədədindən istifadə edirik çox vaxtı. Əgər ədəd verilməyibsə, yəni miqdar verilməyibsə, biz 100-dən istifadə edirik. Niyə? Çünki 100-dən işləmək rahatdır. Bir dənə sadəcə bunu əgər bu diaqram başa düşülməyibsə, onu demək istəyirəm. Məsələn, Mərakeşin tutaq ki, deyir 69.5 manat məsələn də tutaq ki, borcu var, amma 100 manat gəliri var. Bu bunu bildirir. Yəni 69.5. Çünki 100-ə vursam mən bunu faizə çevirmək üçün 100-lər ixtisar gedəcək, olacaq 69.5. Eyni şəkildə Meksika üçün də. Yunanistanda 168-dir. Deməli Yunanistanın borcu çoxmuş, gəliri azmış. Faizə çevirəndə olub 168. Bu şəkildə yəni bir-bir qeyd olunub. İndi mən bunu nəyə görə 100 üzərindən deyirəm? Təbii ki, bunlar miqdarı bildirmir, faiz bildirir. Amma 100 üzərindən götürüb biz hesablama edib sual tapacağıq. Bizə real miqdarlar maraqlı deyil, çünki tapa da bilmərik çünki. Elə məlumatlar verilməyib. Mənə nə lazımdır? Görürəm ki, Qətərin ümumi daxili məhsulunu Yunanistanla müqayisə edir. Yunanistanın ümumi daxili məhsulunu da Azərbaycanla müqayisə edir. Onda gəlin elə Azərbaycanı əsas götürək. Çünki Qətərin borcunu da Azərbaycanla müqayisə edir. Yəni Azərbaycan üzərindən bəzi ədədləri götürək. Sonra gedək Qətəri də tapaq, Yunanistanı da tapaq. Bizə nəyi soruşur? Qətəri soruşur. Sadəcə Qətərə getmək üçün Yunanistandakı bir miqdarı da tapmalıyıq. Baxın, çox asan olacaq əslində. Sadəcə bu şəkil biraz böyük görünür. Halbuki şəkillə də çox işimiz yoxdur. Bir dənə 1-2 dənə ədəd götürməliyik oradan. Azərbaycanın onda mən borcunu götürürəm 21.8. Gəlirini də götürürəm 100 manat. Yəni ümumi daxili məhsulu 100, borcu 21.8. Deməli, bu oldu Azərbaycan üçün ÜDM. Yəni 100 ÜDM-si varsa 21.8-də borc. Bunu hardan bildim? Çünki 21.8-i 100-ə böldük. Sonra 100-ə vursaq, bu cavab alınacaq. Ona əsasən. Bu da oldu ÜDB. İndi gedək Qətəri tapaq. Qətərin ÜDB-sini və ÜDM-sini. Demək, yəni borcunu və pulunu da belə deyək, qısa şəkildə. Qətərin ÜDM-si Yunanistanın ÜDM-sindən 2 dəfə çoxdur. Onda ÜDM hələ qalsın. ÜDB-si Azərbaycanın ÜDB-sindən 5.5 dəfə çoxdur. Azərbaycanda nə idi ki ÜDB? 21.8. Gəlirəm 21.8-i vururam 5.5-ə. 5 vur 8, 40, 4 yadda. 5 vur 1, 5, 9. 5 vur 2, 10. 5 vur, təzədən yenə eyni şeydir də, yenə 5-ə vuracam. Yenə o da eləyir 1090. Və toplayıram bunları.
Orada bir dənə sürüşdürmə elədim. Deməli 0, 9, 0, 1. 0, 9, 9, 1, 1. Deməli, amma bunlar kəsirli idi də bu ədədlər. Onluq kəsrlə ifadə olunubdur. 2 dənə nöqtə var deyə, mən də burada, yəni 2 dənə vergül var deyə, belə desək. Mən də buradan 2 dənə ötürürəm, olur 119.9. Deməli, Qətərin borcu 119.9-dur. 119,9-dur. 120 də deyə bilərik də, indi birazdan baxarıq vəziyyətə, yuvarlaqlaşdırmaq lazım olsa. İndi gəlin, baxaq Yunanistan hissəsinə. Yunanistanın daxili məhsulu Azərbaycanın daxili məhsulundan 3 dəfə çoxdur. Azərbaycanda 100 idi. Onda Yunanistanda nədir? 300. Yəni, bu qədər sadə. İndi Qətəri tapaq. Qətərin ümumi daxili məhsulu Yunanistanın ümumi daxili məhsulundan 2 dəfə azdır. Yunanistanda 300-dürsə, 300 bölürəm 2-yə 150. Belə. Demək olar ki, sual bitdi. Qətərlə bağlı göstəriciləri tapdıq, sual bitdi. Gedək görək bizə nə istəyir. Qətərin deyir borcunu onun ümumi daxili məhsulundan nisbətini faizə çevirin. 119.9-u bölürəm 150-yə, vururam 100-ə. Yəni, burada indi şifahi yazmağa çalışaq. Yəni, buradan yazmağa çalışaq. Alınmasa təzədən budağı bölmədən və yaxud da ki, vurmadan istifadə edərik. Alt-alta vurmadan. 150 ilə 100-ü ixtisar eləsəm, 50-yə gedir də, burada 3 qalır. Burada da 2 qalır. 119.9-u 2-yə vuranda eləyir, deməli, 239,8. Onu da bölməliyəm indi 3-ə. Bunu da bölməliyəm 3-ə. 243-ə böləndə nə edir? 80. Bizə deyir ki, cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Elə çox güman ki, 80 eləyəcək. Gəlin, əmin olmaq üçün bölək. 23-ün içində 7 dəfə var. Çünki burada rəqəmlər, baxın, variantlar çox yaxındır bir-birinə. Yəni, heyf olmasın deyə, bir dənə ədədə görə sual səhv getməsin deyə tam yazmaq lazımdır. 2 qaldı burada. 9 düşür aşağı. 29-u böləndə 3-ə 9 dəfə. Eləyir 27. Yenə 2 qaldı burada. Deməli, 2, burada nə qaldı? 2,8 də, yəni 2,8. Onda mən bunu 28 kimi yazmaq üçün bura onda bir dənə vergül atıram. Bu vergüldən qurtulum deyə. 28-i 3-ə böləndə 9, 3 9-un 27, burada 1 qaldı. Artıq davam eləmirəm. 79.9-u yuvarlaqlaşdıranda deyir ki, cavabı təkliklərə qədər yuvarlaqlaşdırın. Mən elə 79 almışam. Təkliyi burada 9-dur. O da eləyir 80. 79.9. Əgər burada 79 nöqtə məsələn 3 olsaydı 79-a yuvarlaqlaşardı. Amma 79.9 isə 80 variantını götürürəm, cavab olur B. 57-də nə deyir? 57-də də bir şey yoxdur. Eyni cümlədir. Bu dəfə deyir ki, ÜDM-nin ÜDB-yə nisbəti. ÜDM-nin ÜDB-yə nisbətini faizə çevirin. Normalda belə bir statistika heç yerdə lazım olmur, sadəcə sual kimi verilibdir. Yəni, bu dəfə də 150-ni 119-a bölüb çevirəcəyik. Amma gəlin daha rahat olsun deyə belə düşünək də. 150-ni böləcəm 119-a, vuracam 100-ə, çevirəcəm faizə. 119.9-a. Amma daha rahat olsun deyə belə deyə bilərəm. Biz 56-da nə almışdıq? 80%. 80% nə deməkdir? %80. Burada yuvarlaqlaşdır deyir. Ona görə biz onsuz burada yuvarlaqlaşdırmışıq da. Elə gəlin, hazır buradan gedək. ÜDB ilə ÜDM-nin yerini dəyişməliyim. Onda yazıram 80-də 100. Faizə çevirmək üçün də 100-ə vururam. 100-ə vuranda 80 ilə 100 ixtisar gedir. Burada 80 ilə 100-ü 20-yə bölə bilərəm də. Burada 4 qaldı, burada 5 qaldı. 100-ü 4-ə böləndə 25, 5-ə vuranda 125. Cavab oldu C variantı.